Salam dəyərli izləyicilər. Bu videomuzun mövzusu 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 86, 87 və 88-dəki dərs və tapşırıqların izahıdır. İlk olaraq səhifə 86-da tam ədədlərin çıxılması haqqında qısa danışaq, daha sonra çalışmaların izahına baxaq. Deməli, burada araşdırma müzakirə hissəsini biz oxusaq, bizə tam ədədlərin çıxılması haqqında çox vacib, önəmli məqamları qeyd etmişlər. Deməli, lövhədə ədəd oxunda təsvirə uyğun 2 misal yazılıb. Baxırıq 5 çıxaq 3, bir də 5 üstəgələk -3 şəklində. Bu misalların həllini necə izah etmək olar? Baxırıq 5 çıxılsın 3 bərabərdir 5 üstəgələk -3 bərabərliyini necə izah edə bilərik sizcə? Baxaq 5 çıxılsın 3 biz bilirik ki, yəni natural ədədlərdən çıxılmasında olduğu kimi həmçinin natural ədədlər biz bilirik ki, tam ədədlərdir. Sadəcə olaraq natural ədədlər onların əksi və 0 tam ədəd olduğu üçün tam ədədlər çoxluğu daha böyük bir anlayışdır. Biz natural ədədləri keçərkən necə deyirik? Onda deyirdik ki, kiçik ədəddən böyük ədədə çıxa bilmirdik, yaxud da mənfi ədədlərlə tanış deyildik. Artıq biz bunlara tanış olduğumuz üçün həmin ədədlərin çıxılması, toplanması ilə də yaxından tanış olmalıyıq. Gəlin indi baxaq. 5 çıxaq 3 biz bilirik ki, bərabər olur 2-yə. Necə yaza bilirik? Baxın, 5 dənə dairə çəkilib, müsbət dairələrdir. 3-ünün çıxılması, 3-ünü ləğv elədik, qaldı 2 dənə. Bəs 5 üstəgələk -3 nə deməkdir? 5 üstəgəl -3 o deməkdir ki, -3 dənə dairə 5 dənə müsbət dairənin 3-ünü aparır, yerdə 2 dənə dairə qalır. Və bunlar müsbət dairə olduğu üçün cavabımız da olur müsbət. Həmçinin 5 çıxılsın 3 o deməkdir ki, 5-dən ədəd oxunda 3 vahid sola gedəcək və yaxud da 5 üstə gəlsin -3 elə eyni ifadəyə bərabər olur. Təbii olaraq deyə bilərik ki, yəni azalan, çıxılan fərq olaraq baxsaq, azalan və çıxılan qeyd edilib, həmçinin fərq də qeyd edilib. Biz azalandan, yəni çıxmanı toplama ilə əvəz edib hesablaya bilərik də. Yəni azalanı olduğu kimi saxlasaq və çıxılanı əksini azalanla toplasaq, bizə elə fərqi verir. Gəlin buna uyğun bir dənə nümunə göstərək, daha aydın başa düşərik. Baxaq, təsəvvür edək ki, 7 üstəgələk 2, daha doğrusu çıxaq, çıxmaya, axı bizim mövzumuz çıxmadı. 7 çıxılsın 2, deyirik ki, bərabərdir nəyə? 7-ni olduğu kimi saxladıq, azalan olduğu kimi saxlayırıq. Yəni, buradakı çıxmanı toplama ilə əvəz edirik. Üstəgələk 2-nin əksinə -2-yə bərabərdir 5-ə. Bizim bunu yazma məqsədimiz nədir? Axı biz bilirik ki, 7-ni rahatlıqla 7-dən 2-ni çıxa bilirik. Niyə bunu belə uzun yazırıq? İndi növbəti mövzularımızı daha aydın başa düşmək üçün və yaxud da qabağımıza bu şəkildə bir misal çıxsa, 7 üstəgəl -2 biz avtomatik biləcəyik ki, elə 7 üstəgəl -2 7 çıxaq 2 deməkdir. Əksini də deyə bilərik. Yəni A çıxılsın B yazsaydıq, bərabər olacaq A üstəgələk -B-yə. Buradan belə bir nümunələr yazdım ki, misallar üzərində daha aydın başa düşək, daha sonra çalışma izahlarına baxdıqda bizə rahat olsun. İlk öncə 5 çıxaq 3-ü biz rahatlıqla hesablaya bilərik. Nəyə görə? Hamısını çıxma yazdım ki, bizim mövzumuz tam ədədlərin çıxılmasıdır. 5 çıxaq 3-ü biz natural ədədlərdə keçdiyimiz kimi 5-dən 3 çıxanda 2 qalır. Amma digər qaydaları, digər deməli misalları tətbiq etmək rahat olsun deyə gəlin çıxmanı toplama ilə əvəz edək. 5 üstəgələk nə yazmalıyıq? -3. Yəni A çıxılsın B bərabərdir A üstəgəlinsin -B düsturunu biz həmişə yadımızda saxlaya bilərik ki, həmin qaydalardan əsasında misalları rahat hesablayaq. Bir müddət çox işlədikdən sonra onsuz da həmin bu hesablamalar sizin üçün avtomatikləşəcək. Necə ki, gözü yumulu 9-dan 3-ü çıxa bilirsiniz, elə mənfi ədədlərin çıxılmasını, toplanmasını da elə rahat tapa biləcəksiniz. Gəlin misalın davamını yazaq. 5 üstəgəl -3 nə deməkdir? Baxın, fərz edək ki, bu kitabda verilən bu qayda mənə çox xoş gəlir. Uşaqların məncə başa düşməsi üçün kifayət qədər yaxşı üsuldur. 5 dənə
müsbət dairə, 3 dənə mənfi dairə. Hər bir müsbət bir mənfini aparır. Yəni mənfi müsbəti yaxud da müsbət mənfi ikisi bir getdi, ikisi yəni 0 olur. Nə qalır? 2 dənə müsbət dairə. Cavabımız olur 2. Daha sonra 5 çıxılsın -3. Çıxma varsa toplamaya keçirək. 5 üstə gəlsin, çıxılanın əksini yazmalıyıq. Çıxılan hansıdır? -3. -3-ün əksi 3 edəcək. 5 üstə 3 gələndə 8. Deməli 5-dən -3-ün çıxanda neçə edir? 8 edir. 3 çıxılsın 6. Baxırıq, biz normalda natural ədədlər keçində deyirdik ki, 3-dən 6 necə çıxaq? Çıxa bilmərik. Elə bir şey yoxdur. Amma indi tam ədədlər keçində bilirik ki, bəli, çıxa bilərik. Bu ifadəmizin natural qiyməti olmasa da tam qiyməti var. Neçədir? Çıxma ilə əvəz edək. Toplama ilə də əvəz edə bilərik. Edək, çıxma ilə əvəz edək deyəndə yəni toplama ilə demək istəyirdim. 6-nın əksi -6-dır. Bunu da bu dairələr əsasında görə bilərik rahatçılıqla. Amma dairələrdən sonra bir dənə də ədəd oxununda göstərəcəm, daha aydın başa düşəcəksiniz. Bax, müsbət 3 dənə dairə deməkdir. Gözümüzün qabağında 3 dənə müsbət dairə canlandırdıq. 6 dənə də mənfi dairə canlandırırıq. Baxırıq ki, bax bu mənfilərlə getdi. Nə qaldı? 3 dənə mənfi dairə. Deməli, -3. Bəs necə olar ədəd oxunda? Baxın, ədəd oxunda göstərsək 1, 2, 3. 3-dən 6 vahid çıxırsa, 6 vahid geri getməlidir. 1, 2, 3, 4, 5 və 6. -1, -2, -3. Gəlib çıxdı. Doğrudan da -3-ə. Bu şəkildə. Və yaxud da deyə bilərikmi ki, baxın, fərz edək ki, bizim cibimizdə pulumuz yoxdur, 0 manatdır. Amma bizim 0 deməyək, 3 deyək. Bizim 3 manat cibimizdə pulumuz var. Amma yadımıza düşür ki, 6 manat kiməsə borcumuz var. 6 manat. Düşünürəm ki, necə edim? Həmin bu adam gəlir ki, mənim borcumu ver. Necə edirəm? 3 manatdan verdim 6 manata olan borcuma. 3'ü getdi. Həm büdcəm 0-a qaldı, 0 oldu. Amma bununla yekunlaşmadı. Mənim həmçinin 3 manat da burada borcum qaldı axı. Deməli, mənim büdcəmi, gəlirimi, xərcimi hesablasam, mənim ümumi büdcəm nədir? -3'dür. Hələ mən 3 manat da qazanmalıyam ki, bu 3 manat borcumu ödəyim. Ona görə mənim büdcəmi, aylıq gəlirimi hesablasam, nəinki 0-dan yuxarı, həmçinin 0-dan aşağıdır. -3'dür. Bu şəkildə də həyati misallar üzərindən hesablasaq, yadımızda yaxşı qalacaq. Daha sonra 3 çıxılsın -6. Yenə toplama ilə əvəz edək. Əvəz etdim buranı. O zaman avtomatik bu ikinci çıxılan ədəd əks ədədlə əvəz olunmalıdır. -6-nın əksi nədir? 6. Topladıq 9. Daha sonra -2 çıxılsın 7. Yenə toplama ilə əvəz edə bilərəm. Üstə gəlsin neçə? 7-nin əksi -7. Biz 2 dənə eyni işarəli deməli ədədlərin toplanmasını keçmişik. Bunun əvvəlki dərsdə çalışmalarda işləmişik. Oradan bilirik ki, işarələri eynidirsə mənfi işarə qalır. Bu ədədlərin modullarını hesablayıb qiymətini yazırıq. 2 üstə 7 gəl neçə eləyir? 9. Həmçinin 2 dənə mənfi dairə ilə 7 dənə mənfi dairə birlikdə onsuz da 9 dənə mənfi dairə edəcək. Daha sonra bunu niyə yazdım? Toplamadır. Niyə yazdım bu şəkildə? Çünki burada işarə var. Bəzən misallarda yadımızdan çıxmasın deyə belə bir qayda deyə bilərik. Baxın, -6 üstə gələ 2. -6-nı bütöv bir ədəd götürdükdə 2 də bütöv bir ədəddirmi? Bəli. Və görürük ki, arada cəm işarəsi. Toplananların yerini dəyişəndə cəm dəyişirmi? Yer dəyişmə qanunu. Xeyr. Elə 2 çıxaq 6 da -6 üstə gələ 2 ilə eyni qaydadır. 2-dən 6-nın çıxanı nə qalacaq? Pul hesabına deyəndə məncə daha yadda yaxşı qalır. -4. 4 manatda hələ ki, məsələn, borcum var deməkdir. Və yaxud da 2 dənə müsbət dairə, 6 dənə mənfi dairə fikirləşsəm, mənfi müsbətlər getdi. Nə qaldı? 4 dənə mənfi dairə qaldı. Bu şəkildə çoxlu misallar yazsaq, artıq yaxşı başa düşəcəksiniz. Bu qaydaları ümid edirəm ki, yadınızda yaxşı saxlayacaqsınız. Bir də bəzən belə bir qaydanı bəlkə növbəti dərslərimizdə də keçəcəyik, amma ilkin olaraq sizə deyə bilərəm ki, baxın, fərz edək ki, -10 çıxılsın 5. Hər iki tərəfdən mənfini mütləq xaricə çıxarda bilərəm.
Necə çıxardıram? Mənfini çıxartdım. Nə qaldı? Bax bu mənfi 10-dan mənfi çıxardanda nə qalır? Müsbət 10. Bax elə fərz edək ki, bu da -5-dir. -5-dən mənfini götürsəm müsbət qalacaq. Etdi neçə? -15. Bu şəkildə də misalları hesablamaq olur. Sadəcə olaraq hələ yeni keçmişik. Növbəti dərslərdə bu qaydaları mənimsəsəz, bunlar daha rahatdır. Və yaxud da baxın, -2 çıxılsın, -3. Mənfini mötərizə xaricdən çıxardanda 2 çıxar 3 qalır. 2-dən 3 çıxanda -1, -1 1-dir. Bunlar sizə tam aydın olmursa, hələlik qalsın. Sadəcə olaraq bir neçə anlayış verdim ki, göz yaddaşınızda qalsa yaxşıdır. Keçid çalışmaları izahına. Toplama əməlindən istifadə etməklə fərqi tapın. Cavabı ədəd oxunda təsvir edin. Nümunə də verilib, nümunəyə özünüz baxa bilərsiniz. Baxırıq A variantına. 4 çıxılsın 6. Necə hesablayırdıq? Deməli, onu 4-dən 4 ilə 2 azallandı. 6 çıxılandı. Bu zaman 4 üstə gələk. Toplama ilə deməli, toplamadan istifadə edərək tapmağımız istəyir. Ona görə toplama ilə əvəzləməliyik. Nə yazmalıyıq? 6-nın əksi -6. Biz bunu kəsilən bu dairələr əsasında necə yaza bilərik? Elə bil ki, 4 dənə müsbət dairə var. İçlərini bax, bu nöqtə qoyuram. 6 dənə də mənfi dairə var. Necə olacaq? Baxın, müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi neçə qaldı? 2 dənə mənfi qaldı. İçi boş olanlar fərz edək ki, mənfidir. Onda -2-yə bərabər olur. Ədəd oxunda təsəvvür etmək daha asandır. Yəni, baxın, elə bil ki, 4-dür. Yəni, toplama ilə, məsələn, 4-dən 6 çıxmalıyım. Necə edirəm? Baxırıq, 3, 2, 1, 0, -1, -2, bax, 1, 2, 3, 4, 5, 6 gəlir hara? -2-yə çatır. Yəni, 4-dən 6 vahid sola deməkdir. 4-dən 6 çıxmaq, həmçinin 4-ün üstünə elə -6 gəlmək, elə -6, mənfi işarəli olduğu üçün ona görə də sola artma deməkdir, sola doğru getmə deməkdir. Hər iki halda gəlib -2-yə çatacaqdır. 4-dən 6 çıxanda edəcək -2. C variantına keçirik. -1 çıxılsın. -5 nəyə bərabər olacaq? Yəni, toplama ilə vəzifəsi olsa, -5-in əksini, baxırıq, üstə gəlməni əvəz etdim. Sonra -5-in əksini yazmalıyam, 5. Baxırıq ki, baxın, -1 nə deməkdir? Bir dənə mənfi dairəli, mənfi işarəli dairə təsəvvür edək bunu kimi. 5 dənə də müsbət. Mənfi ilə mənfi bir dənə müsbət aparır. Bir mənfi, bir müsbət getdi. Nə qaldı yerdə? 4 dənə müsbət. Deməli, cavabım olacaq 4. Ədəd oxunda da təyin edəsi olduqda biz bilirik ki, -1, bura olsun 0, 1, 2, 3, 4, 5. Baxın, -1, 1, 2, 3, 4 və 5 gəlir, 4-ə düşür. Daha sonra D variantına baxırıq. 4 çıxılsın, -5. Toplama ilə necə əvəz edirik? Yenə 4 üstə gələk, -5-in əksi 5. 4 üstə 5 gəlmək biz rahatlıqla bilirik. 4 üstə 5 gəlir, 10-suza 9 edir. Ədəd oxunda da 4-dən 5 vahid sağa hesablayacağıq. 6, 7, 8. 5, 6, 7, 8 və 9 elə gəlib bura çıxacaqdır. Daha sonra Y variantı. Y-də də 0 çıxaq 3. Toplama necə əvəz edirik? 0 üstə gələk. 3-ün əksi nədir? -3-dür. Bərabərdir. Baxırıq ki, 0-ın üstünə hansı ədəd gəlsə, elə həmin ədədin özünü verir bizə. Edəcək cavabımız -3. Ədəd oxunda da buradan 0-dır. -3 gəldikdə elə bizim, yəni işarəmiz mənfi olduğu üçün sola doğru addımlayacaq. Geri gedəcək, yəni -1, -2, -3 gəlib bura çıxacaqdır. Daha sonra F variantı 1 çıxar
-7 toplama ilə necə əvəz edirik? 1 üstəgələk -7-nin əksi 7. 1-in üstəgələ 7 gəlməyi biz bilirik. Edəcək 8. Doxumda bunu özünüz təyin edərsiniz. 1-dən 7 vahid sağa gedəcək və yaxud da ki, elə eynidir də, yəni burada eyni ifadəni verir. Daha sonra C variantı -6 çıxılsın -6. Bunu bu şəkildə görə bilərikmi ki, elə bir ədədin özünü çıxsam onsuz da 0 edəcək. Amma yenə də işarəni ilə toplama ilə əvəz edildiyinə görə bax şərtimizdə toplama əməli lazımdır bizə. Edək. -6-nı olduğu kimi saxlayırıq. Mənfini müsbətə çevirdikdən sonra bu ikinci, yəni çıxılanda əksini yazırıq. Yəni 6 yazırıq. Fərz edin ki, 6 dənə mənfi işarəli dairədir, 6 dənə də müsbət işarəli dairədir. Bu dairələr müsbət biri, hər biri müsbət bir mənfini aparanda nə qalacaq? 0 qalacaq. Ədəd oxunu da təyin etdikdə -6-dan müsbət 6, yəni sağa doğru 6 addım. -5, -4, -3, -2, -1 və 0 gəlib bura çıxacaqdır. 2, 3, 4, 5, 6 bu şəkildə. Bu da G variantı. Daha sonra H variantı. H -8 çıxılsın 4 bərabərdir. Yeni toplama ilə əvəz edirik. Üstəgələk 4-ün əksinə verəcək. -4 verəcək. Baxırıq. -8 üstəgələk -4. Dairələrlə yenə fikrimizdə tuta bilsək. Elə bilin ki, -8, 8 dənə mənfi işarəli dairə var. Və 4 dənə də mənfi işarəli dairə var. Cəmi neçə dənə mənfi işarəli dairə var? 12 dənə mənfi işarəli dairə var. -12. Əslində burada mənfini mötərizə xaricdən çıxaranda da eyni qaydadır. Yəni sayıcılıq biz hələ ki bu şəkildə keçirik. 8 üstəgəl 4 edəcək -12, -8 daha doğrusu. 4 dənə sola. 1, 2, 3 və 4 edəcək -12. Bu da H variantı idi. Daha sonra I variantına baxırıq. I variantı 4 çıxılsın 10 bərabərdir. Toplama ilə əvəz etməli olduğumuz üçün onun əksini alacaq -10. 4 dənə müsbət işarəmiz var, 10 dənə də mənfi işarəmiz. 10 dənə mənfi işarə çox olduğu üçün 10 dənədən 4-ü 4 müsbət aparır, yerinə qalır 6 dənə mənfi. Ədəd oxunda da 4-dən 10 dənə sola addım atdıqda gəlib -6-ya çıxacaqdır. Bunu yazmadım buradan, özünüz yazarsınız. Daha sonra J variantına baxırıq. -12 çıxılsın 2. O da bərabərdir. -12 üstəgələk 2-nin əksi hansı ədəddir? -2-dir. 12 dənə mənfinin üstünə 2 dənə də mənfi gəlsəm nə edəcək? 14 dənə mənfi. Ədəd oxunda da -12 ədədindən 2 vahid sola -14-ə gəlib düşür. Birinci çalışmamız bu qədər. İkinci çalışmaya baxırıq. Təsvirlərə əsasən çıxmaya aid misallar yazın. Boş xanalara uyğun ədədləri tapın. Biz əvvəlcə baxırıq ki, ədəd oxununda hər bir vahid bir vahiddir xəttlər arasında və -3 çıxılsın boşda, amma -7-ni vermişdir. Həmçinin -3-dən baxırıq ki, sola doğru gedib neçə addım gedir? 1, 2, 3, 4 saydıqda da görürük ki, 4 addım gedir. Elə xananın deməli içərisi 4 olmalıdır. Həqiqətən -3 çıxılsın 4 -7-yə bərabər olur. Daha sonra B variantına baxırıq. -12-dən 2 vahid sağa gəlib, baxın 1, 2. 2 vahid sağa gəlib, -10-a gəlib çıxıb, amma bizdə çıxma işarəsi yazıldığı üçün -12-dən elə bil ki, nəyi çıxdıqda -10 qalır? Elə -2-ni çıxdıqda. 12 dənə mənfi dairəm var. Həmin 12 dənə mənfi dairədən belə fikirləşəsi olsa, azaltmışıq 2 dənə dairə, mənfi dairəni. Onu azaltmaq üçün də çıxılıb. Bax, burada çıxma var. Bu çıxma olduğu üçün deməli bu da hamısı -2 olmalıdır.
Üstəgəlmə olsaydı artıq burada cavabım -10 yox, -14 olacaqdı. Ona görə cavabımız nə olacaq? Dammamızın içərisi -2 olacaqdır. Baxın, -2. Sonra C variantına baxırıq. Baxırıq 2-dən sola doğru gedib. Yəni əks istiqamətdə gedib azalıb. Bir də burada çıxma var. Görürük ki, azalma varsa, deməli bu dammanın içərisinə görək hansı ədəd yazılıb ki, gəlib özdə 0-dan 1 vahiddə aşağı, yəni -1-ə gəlib çıxıb. Görürük ki, 1 vahid, 1 vahid. Deməli bura -1-dir. -1-ə gəlib 2-dən nə çıxmışıq? -1 olub. 2-dən baxırıq ki, 1, 2, 3 çıxmışıq ki, -1-ə gəlib çıxıbdır. Bura 3-dür. Bura isə -1-dir. Daha sonra 3-cü çalışmaya baxaq. Dəyişənin verilmiş qiymətində ifadələrin qiymətini hesablayın. Nümunədə verilib, yerinə qoyub hesablayacağıq. M bərabərdir -2 olduqda bu ifadələri tapaq. M-in -2 qiymətini. İlk olaraq M çıxaq 4-ə baxaq. M çıxaq 4. Yəni M-in yerinə yazacağıq -2. -2 çıxaq 4. -2 ədədindən 4 vahiddə sola deməkdir. 4 vahid sola, yəni 4 vahiddə azalır. Nəyə bərabər olacaq? -6-ya. Daha sonra 5 çıxaq M. Bax, indi buna baxırıq. 5 çıxaq M. 5 çıxılsın neçə? -2. Bu misalları toplama ilə əvəz etdikdə də daha rahat olur. Baxın, əslində mənfini baxın, mənfiyə vuranda mənfi ilə mənfi müsbətə bərabər olur. 5 + 7-yə bərabər olur. Bu şəkildə demək olar. Və yaxud da ki, 5, bax bu deyir ki, mənfini biz toplama ilə əvəz edirik və ikinci çıxılanın əksini yazırıq. -2-nin əksi 2. O da edəcək 7. Bu şəkildə. İkinci ifadəmiz də 7-yə bərabərdir. Daha sonra -3 çıxılsın. M-in yerinə -2-ni yazdım. Yenə -3 işarəni dəyişəndə olur müsbət. -2 də əksi 2-dir. -3-ün üstünə 2 gəlmək, -3 ədədindən 2 vahid artırmaq deməkdir. Bu da gəlib çıxır -1-ə və yaxud da 3 dənə mənfi dairəm var. Üstünə 2 dənə müsbət dairə gəlir, nə qalır? Nə edir? -1 edir. Sonra -1 çıxılsın. Bir dənə də qabağına mənfi və M-in özü nədir? -2. Baxırıq. -1 çıxaq. Baxın, bu mənfi bu mənfini müsbətə çevirir. Çıxılsın. Müsbət neçə? 2. O da deyəcək -1 çıxaq 2. -1-dən 2 vahiddə sola -3-ə bərabərdir. Yəni -1-dən 2 vahiddə az hansıdır? -3-dür. Toplama ilə də əvəz edəndə elə eyni cavab olur. Yəni baxın, -1 üstəgələk 2-nin əksi -2 nə edəcək? Bir dənə mənfi üstə 2 dənə mənfi gələndə 3 dənə mənfi dairə gedir -3-ə. Keçirik B variantına. -7 çıxaq C. -7 çıxaq C-miz nədir? 4-dür. -7 çıxaq 4 olduqda, -7-nin olduğu kimi saxlasam, üstə gəlsəm nəyi? 4-ün əksi -4. 7 dənə mənfi dairə, 4 dənə mənfi dairə. Təsəvvürümüzdə canlandıraq. 11 dənə mənfi dairə və yaxud da mənfini mötərizə xaricində çıxardıram. 7 + 4 11-ə bərabərdir. İşarəni olduğu kimi saxlayanda -11 bu şəkildə deyə bilərəm. Və yaxud da -7-dən 4 vahid hara? Sola. Bu da yenə edir -11. Hər halda, yəni hansı tərəfə hesablasaq da bizim hesabımız onsuz da doğrudur. 2 çıxaq -C. Nə deməkdir? 2 çıxaq, yəni C-nin əksi. Birbaşa yazası olsam, amma birbaşa yazmayım ki, aydın olsun. 4-ün əksi -4. Buradan da toplama ilə əvəz edəsi olsam, -4-ün də əksi edir 4. 2 + 4 edir 6.
və yaxud da mənfini mənfiyə vuranda müsbət edir. 2 + 4 yenə 6. -6 çıxılsın. Nədir? 4. -6-dan 4 vahid sola, 4 vahid azalmaq nə deməkdir? Toplama ilə də əvəz edəsi olsaq, bu şəkildə -10-a bərabər olur. Daha sonra sonuncu -4 çıxılsın -8 nə edir? 4 dənə mənfi dairə, 8 dənə mənfi dairə. Amma bura toplama deyil, çıxmadı. Ona görə toplamaya çevirək. Baxaq toplama 8-in əksi, -8-in əksi -8. Yəni -4-dən 8 vahid sola, sağa daha doğrusu. Həmçinin 4 dənə elə bilin mənfi dairəm var. O -4 dənə dairə 8-in 4 dənə müsbətini aparır. Yerdə nə qalır? Təkcə 4 dənə müsbət. Gəlin 4-cü tapşırıqda tənlikləri həll edin. Misallara baxaq. 3 çıxılsın x bərabərdir 5. Azalan çıxılan fərqli məhsul çıxılanı tapmaq üçün nə etmək lazımdır? Azalandan fərqi çıxmaq lazımdır. Necə çıxırıq? 3-dən 5-ini çıxmaq. 3 + -5 deməkdir. Bu da bizə hansı ədədi verir? Yəni 3-dən 5 vahid azalmaq, geriyə getmək, sola getmək və yaxud da 3 dənə müsbət dairəm var, 5 dənə də mənfi dairəm var. Onları toplayanda nə edir? 3 dənə müsbət, 5 dənə mənfinin 3 dənəsini aparır. Yerdə neçə dənə mənfi qalır? 2 dənə mənfi 2. Bu şəkildə tapa bilərik. Sonra -2 + d bərabərdir 3. Toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Biz də bilirik ki, toplamanı əvəz edə bilərik. Bu şəkildə. D nəyə bərabər olacaq? D də bərabərdir 5-ə. Daha sonra 10 çıxaq y bərabərdir -2. Azalan, çıxılan fərq. Məhsul çıxılanı tapmaq üçün azalandan çıxırıq fərqi. Y də bərabərdir 10. Mənfiyi mənfiyə vuranda müsbət edir bir qayda. Mənfini toplama ilə əvəz edəndə -2-nin də əksini yazırıqsa, bu da ikinci qayda. Bu da deyəcək 12-yə və yaxud da 10 ədədindən -2 vahid əks istiqaməti demək, əksin əksi elə -2 deməkdir. Yəni 2 vahid sağa deməkdir. Eyni deməli qiymət gəlir çıxır. Daha sonra növbəti tənliyə baxırıq. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Buradan da z bərabərdir 2 dənə mənfi işarəli ədədləri toplayan zaman nə edirik? Baxın, ədədlərin özünü toplayıb işarəsini qabağına yazırıq. 4 + 13 17-dir. Növbəti tənliklərə baxaq. 8 + c bərabərdir -3. Toplanan cəm. Məhsul toplananı tapdıqda cəmdən çıxırıq. Məlum toplananı c də bərabərdir -3. Üstə gələk nə? -8-ə. C də bərabərdir nəyə? Baxırıq. -3 + -8 nəyə bərabər olur? -11-ə. Hər ikisi eyni yəni işarəliləri əvvəldən də biz keçmişdik. Yadımızda dairələrlə də saxlaya bilərik. Və yaxud da -3-dən 8 vahid sola -11 deyəcəkdir. N + 6 bərabərdir -1. N nədir? Məhsul toplanan daha doğrusu. -1 cəmdən çıxırıq. Məlum toplananı n bərabər olacaq -1 üstə gələk nə? -6. N də bərabər olur -7-yə. Yenə çıxılanı tapmalıyıq. Çıxılanı tapan zaman nə edirik? Azalandan çıxırıq fərqi. A da bərabərdir -4. Çıxılan toplama ilə əvəz edəsi olsaq, -6-nın da əksini tapmalıyıq. 6. A da bərabərdir -4-ün üstə 6 gələndə -4 elə bil 4-ün içindəki bu -4, 4 dənə mənfi, 4 dənə müsbət aparır. Yerdə neçə müsbət qalır? 2 dənə. -4-ün üstə 6 gələndə edir 2. Deməli, A-mız 2-yə bərabərdir.
Növbəti misala baxaq. Azalan çıxılan fərq. Çıxılanı, yəni t-ni tapmaq üçün 8-dən çıxıram -3-ü. T də bərabərdir 8 üstəgəl 3. T də bərabər olacaq 11-ə. Yenə azalan çıxılan fərq qaydası ilə baxsaq, B-ni tapmaq üçün nə etməliyik? Azalandan çıxmalıyıq fərqi. B də bərabər olacaq -9 üstəgələk -1. B də bərabərdir -10-a. Daha sonra m üstəgəl 7 bərabərdir -7. M-i tapmaq üçün -7-dən çıxırıq 7-ni. M də bərabərdir -7 üstəgələk -7. M də bərabər olacaq -14-ə. Keçək növbəti misalımıza. Növbəti misal 5-cidir. İfadənin qiymətini hesablayın. 5-ci misal buradan yazaq. A variantda qeyd edilir -2 üstəgələk 2 çıxılsın 4. Biz əvvəlcə bu tip misallarda hər zaman mötərizənin içərisində birinci həll etməliyik. -2 üstəgələk olduğu kimi saxlasaq 2 çıxılsın 4-ü necə hesablaya bilərik? 2 çıxaq 4. Həmçinin 2 üstəgələk -4. Kim yazıb? Cavabı -2 tapa bilərik. Və yaxud 2-dən 4 çıxanda biz rahatlıqla artıq bilməliyik ki, ədəd oxunda 2-dən 4 vahid sola 1, 0, -1, -2 gəlib bura düşəcəkdir. Yəni 2-dən 4 çıxanda artıq biz rahatlıqla -2-ni tapmağı öyrənməliyik. Cavab da nə edir? -2 üstəgələk -2. İşarələri eyni olduğu üçün ədədlərin özləri modulları toplanır. İşarələri qabağına, yəni mənfi işarəsi qabağa yazılır. Edir -4. Keçirik B variantına. -9 üstəgələk -4 üstəgəl 5. Yenə əvvəlcə mötərizənin içini hesablamalıyıq. Deməli, -9 olduğu kimi qaldı. Üstəgələk -4 üstəgələk 5 nə verir bizə? Təbii ki, 4 dənə mənfi işarəmiz 5-in 4-ünü apardı. Nə qaldı? Yerdə bir dənə müsbət qaldı. Burada -9 üstəgələk 1 nəyə bərabər olacaq? -8-ə. Yenə mötərizənin içərisini hesablamalıyam. -3 çıxılsın 2. O deməkdir ki, -3 üstəgələk -2. O da edəcək 5 üstəgələk mötərizənin içinə verdi bizə. -5 verdi. 5-in üstə də -5 gəlmək. Elə 5-dən 5 çıxmaq deməkdir. Axı biz bilirik ki, 2 ədədin fərqi həmçinin onların əksinin cəminə bərabərdir. Eyni qayda idi. 5-dən də 5-i çıxırıq. Cavab 0. Yəni ədədin özü ilə əksinin cəmi onsuz da 0-a bərabər olduğunu biz əzbər bilirik. 6 çıxılsın -1 üstəgələk 2. Buradan biz 6 üstəgələk yazırıqsa fərqi toplama ilə əvəz etsək 6 üstəgələk 1 və üstəgələk 2-nin də olduğu kimi yazsaq cavab neçə olacaq? 6 üstə 1 7 üstə 2 gələndə 9. Y variantına baxırıq. 5 çıxılsın -1 üstəgələk 3 bunlar ikisi bir mötərizədədir. 5 çıxaq olduğu kimi saxlamalıyıq. Mötərizənin içi əvvəlcə hesablanır. -1 üstə 3 gələn neçə edəcək? 2 edəcək. Nəyə görə? Elə bil ki, bir dənə mənfi işarə elədək. 3-ün içərisindən bir dənə apardı. Yerdə 2 qaldı. 5-dən də 2 çıxanda neçə edir? 3 edir. Sonra F variantına baxırıq. -5 çıxaq 2 çıxaq 1 üstəgələk 8. Mötərizənin içini biz hesablaya bilirik. -5 çıxaq 2 çıxaq neçə? 1 üstə 8 9 edir. -5 çıxaq 2 nə deməkdir? -5 üstəgələk -2 demək. Çıxılsın 9-da yazaq olduğu kimi hələ ki -5-in üstə -2 gəlmək -7-yə bərabər olur. Çıxaq 9-da olduğu kimi yazırıq. -7 üstəgələk -9 nə deməkdir? Əksi -9. Toplamanı əvəzlədik çıxmanı. -7 üstəgələk -9 -16-ya bərabər olur. Bu da F variantı.
Əvvəlcə mötərizənin hesablayası olsaq, -1-in üstə 9 gəl nə edəcək? Edəcək 8, müsbət 8. 9-dan bir dənə müsbəti aparacaq bu mənfi. Mənfini olduğu kimi saxladıq və 8-i mötərizənin içərisindəki 8-i yazsaq, çıxaq 10. Nə deməkdir? -8 üstəgələk -10 deməkdir. Bərabərdir. -8-in üstə -10 gələndə necə edəcək? -18. H variantına baxırıq. -7 çıxılsın. 1 üstəgələk 9 çıxaq 2. Mötərizənin içini birinci hesablayırıq. 1-in üstə 9 gələndə 10, ondan 2 çıxanda 8. Burada da -7 üstəgələk -8 yaza bilərəm. Edəcək -15. 5-ci misal bu qədər. 6-cı tapşırığa baxıram. Müqayisə edin. Müqayisə etmək üçün əvvəlcə hesablamalıyam. Məsələn, hansı rəng götürək? Qırmızı olsun. -5 çıxaq -1 nəyə bərabər olacaq? Hesablasaq görərik ki, -6 olacaq. -6 ilə bərabər olur. -6-ya getdi. B variantı. -4 çıxaq -4. Ədədin özündən özünün çıxdığı ilə 0 qalır. -4 çıxaq 4. -4 üstəgələk -4 deməkdir. O da -8-ə bərabərdir. Hansı böyük olacaq? 0 bütün mənfi ədədlərdən böyükdür. Sonra C variantı. Modulda 1 çıxaq 3. 1-dən 3 çıxanda -2 qalır. Modulda isə -2 elə müsbət 2-yə bərabərdir. Burada isə -1 çıxaq -5 0-dır. 2 böyük olacaq 0-dan. Modulda -6 6 deməkdir. Çıxılsın -10 üstəgələk 10 deməkdir. Bura edəcək 16. 100-dən 101 çıxanda -1 qalır. 16 böyükdür -1-dən. Sonra 8 çıxılsın modulda 1 nə deməkdir? 8-dən 1 çıxmaq deməkdir. Bura edəcək 7. Modulda 8 çıxaq -1. Baxırıq 8 çıxaq -1 8 üstəgəl 1 deməkdir. O da edir 9. Moduldan 9 elə 9 çıxır və 9 böyük olacaq 7-dən. F variantına baxırıq. F-də isə modulda -1 üstəgəl 1 -4 edir. Moduldan mənfi çıxmır. -4-ün əksi, yəni 4 olacaq. Bu isə 4. Bunun da qabağında bu mənfi var deyə olacaq -4. Bu yəni birinci hissəmizin cavabı -4-dür. İkinci hissədə isə modulda -5 5 verir. Bunun qabağında bir -5 olacaq. Üstə də 1 gələn edir? -4 edir. -4 də -4-ə bərabərdir. Sonra 7-ci tapşırığa baxırıq. İfadənin qiymətini əlverişli üsulla hesablayın. A variantına baxırıq. -2 çıxaq 3 çıxaq 5 üstəgələk 3 baxırıq. -3 3 mənfi müsbət əksəriyyətlərin cəmi 0-a bərabər. Nə qaldı? -2 çıxaq 5. -2 çıxaq 5-də biz hesablayacağıq. Baxın -2 çıxaq 5. Nə edəcək? -2 üstəgələk -5 -7-yə bərabər. Birinci sualımızın cavabı nə oldu? Qırmızı ilə yazsam daha yaxşıdır. -7. B variantına baxırıq. Yenə baxırıq. -4 burada, müsbət 4 burada. Əksəriyyətlər olduğu üçün onlar gedəcək. Nə qaldı? 6 çıxaq 1 çıxaq 6. Baxın 6-dan da 6-dan çıxanda burada 0 edəcək. Bunlar da getdi. Nə qaldı yerdə? -1 qaldı. C variantı. -6 üstəgələk çıxaq 7. Baxın yenə -7 müsbət 7. Getdi əksəriyyətlər olduğu üçün. Yerdə nə qaldı? -6 üstəgəl 10 çıx 2. -6 üstə 10 gəldim nə edir? -6 üstə 10 gələndə edir müsbət 4. 4-dən də 2 çıxanda 2. D variantına baxırıq. -3 var. 3 var. Getdi. Daha sonra başqa nə var? Yazırıq. 11 çıxaq -2 nə deməkdir? 11 üstəgəl 2 deməkdir. Üstəgələk 5 üstəgələk 3 çıxaq 2. 2-dən 2 çıxanda yenə baxın əksəriyyətlərdə 0 oldu. Yerdə nə qaldı? 11 üstə 5 16 üstə də 3 19. D variantımızda da cavab 19. Bunları silək. Y variantına baxaq.
-6 çıxaq -4 və -4 getdi. -6 üstəgəl 6 bunlar da getdi. Yəni üstə xətt çəkmək o deməkdir ki, onları bir-bir qruplaşdırdım, cəmləri 0-a bərabər oldu. Yerinə qaldı -2 çıxaq 1. 2-dən də 1 çıxanda cavab 1. 2 çıxaq 2, bura elədi 0. -3, 3. Onların da ikisini də cəm elədimi 0. -4, 4. Onların da cəm elədimi 0. Nə qaldı? 5 üstəgəl 2 bərabərdir 7. Bu qədər. Növbəti deməli səhifəyə keçdik. Səhifə 88-də öyrənmə var. Koordinat oxunda 2 nöqtə arasında məsafə. 2 nöqtə arasındakı məsafəni tapmaq üçün verilmiş yəni nöqtələrin koordinatları mütləq verilməlidir. Verildikdən sonra bu 2 nöqtənin arasında məsafə koordinatların fərqinin moduluna bərabər. Gəlin keçək 8-ci tapşırığa. Nöqtələrin koordinatlarını yazın. Bu koordinatlara əsasən 2 nöqtə arasındakı məsafəni tapın. Baxırıq. A nöqtəsinin koordinatı nədir? A-nın koordinatı -8, B-ninki -4. A ilə B arasındakı məsafəni necə tapırıq? Yuxarıdan yazaq. Modul çəkək. -8 çıxaq -4. Çünki A-nın koordinatı -8-dir, B-ninki isə -4. A variantından gedir söhbət. Modul olduğu kimi saxlayıram. -8 çıxaq toplama əvəzinə desəm -4 edəcək. -8 üstə 4 gələndə bizə -4'ü verir. Modulda -4. Modulda -4 elə 4'ə bərabər olacaqdır. Cavabımız 4. Daha sonra B variantı. B-də baxırıq C-nin koordinatı nədir? -6, D-ninki 2. Modulda -6 çıxaq 2. Modulu bağladım. Modulda -6 çıxaq 2, -6 üstəgələk -2 deməkdir. Burada modul işarəsidir. Bərabərdir. Modulda -6 üstə -2 gələndə -8 edir. Bu da 8. Deməli, B variantındakılar C ilə D arasında məsafə 8'dir. Sonra C variantına baxaq. C-də də baxırıq Y və F nöqtələrdir. Y-nin koordinatı -3, F-in isə 9'dur. Modulda -3 çıxılsın 9. Bərabər olacaq. Modul olduğu kimi saxladıq. -3 üstəgələk. Və buradan qiymətimiz modulda -12 edəcək. Modulda da -12, 12'yə bərabər olur. Növbəti çalışmanın izahına baxaq. Koordinat oxunda verilmiş nöqtələr arasındakı məsafəni tapın. Məsafəni tapmaq üçün həmin nöqtələrin koordinatlarını bir-birindən çıxmalıyıq. Yəni A variantına baxsaq, A-nın koordinatı -2, B-ninki isə -8'dir. -2 modulda çıxılsın -8. Burada mötərizə və modul yazmalıyıq. Fərqi yoxdur. Ya -8-dən -2 çıxaq. Onsuz da modul qiymət olduğu üçün sonda qiymətimiz müsbət edəcək. Ya da ki, yəni A ilə B arasında məsafəni tapırıqsa, B-nin koordinatından da A-nı çıxa bilərik. A-dan da B-ni çıxarıq. Eyni qiyməti alacağıq. Burada cavabımız nə edəcək? Mənfi olduğu kimi qalıb. Çıxmanı toplama ilə əvəz etsək, burada eləyəcək 8. -2 üstə də 8 gələndə 8 çıxaq 2. Nə verir bizə? Modulda 6 verir. Modulda 6 da elə 6'ya bərabərdir. Bərabərdir 6. Və yaxud da bayaqki həmişə keçdiyimiz qaydaya əsasən yazaq. Elə bilin ki, 2 dənə -2, 2 dənə mənfi dairə, 8 dənə müsbət dairə. Yerdə nə qalır? 2 dənə -2, 8'in 2 dənəsi müsbətini apardı. Nə qaldı? 6 qaldı. Müsbət 6. Cavabımız olacaq 6. Daha sonra B variantına baxırıq. B variantında da modulda -5 çıxılsın 5. Nə verəcək? Modulu yazırıq. -5
üstəgələk nə? -5. Biz axı əvvəlki dərsimizdən də keçmişdik ki, 2 eyni işarəli ədədlər, yəni mənfi olduğu topladıqda mənfini saxlayırıq, modullarını toplayırıq. 5-in üstə 5 gələndə 10 edir. Deməli, -5-in üstə -5 gələndə -10 edir. Moduldan da müsbət 10 çıxır. Cavabımız deməli B variantında C nöqtəsi ilə D nöqtəsi arasındakı məsafə 10-dur. Keçək C variantına. Y 0-dan F6-ya qədər modulda 0 çıxılsın, -6 bərabərdir. 0 üstəgələk 6. Bu da edəcək 6. Cavabımız oldu 6. Y ilə F arasındakı məsafə də oldu 6. D-yə baxaq. D variantına J nöqtəsi ilə H nöqtəsi. 1 çıxılsın, -3 bərabərdir. 1 üstəgələk 3 edir və cavab 4 olacaq. D variantı da bu qədər. Növbəti çalışmamız 10-cu çalışma. Kimin fikri doğru deyil? Bizə A-ya 2, B-yə 6 verir və bu halda deyir yoxlayın. Baxaq Səbinəyə. Səbinə nə deyir? Deyir ki, -A üstə gəlsin B bərabərdir. B çıxılsın A. Bəli, Səbinə düz deyir. Nəyə görə düz deyir? Baxın, bayaq demişdik, toplamaların yerini dəyişmə qaydası ilə də yoxlasaq eynidir. Baxın, B-ni burada yazdıq, -A-nı burada yazdıq və yaxud da bərabərliyin hər iki tərəfindən mənfini mötərizə xaricinə çıxarsam -1-i. Hər bir deməli həddi -1-ə bölsəm, görərəm ki, bəli, bərabərliyim doğrudur. Yəni baxın, mənfini çıxartsam nə qalacaq? A çıxaq B. Bu bir tərəfə mənfini çıxarsam A çıxaq B qalacaq. Mənfilər gedəcək, A çıxaq B bir-birinə bərabər olacaq. Bu şəkildə. Gəlin indi A-nın yerinə 2, B-nin yerinə 6 yazaq görək doğrudurmu həqiqətən? Baxaq, A-nın yerinə 2 yazsaq nə olacaq? -2 üstəgələk B neçədir? 6. Bərabərdirmi görək B çıxaq 6-ya? B çıxaq A, yəni 6 çıxaq 2-yə. Baxaq, -2 burada, 6 burada. 6-dan, yəni 6-nın içərisində alt dənə müsbət dairə fikirləşək gözümüzün qabağında. -2 desə 2 dənə mənfi. 6-nın 2 dənəsini siləcək bu mənfilər. Nə qalacaq burada? 4. Altdan da 2 çıxanda 4 edirmi? Bəli, deməli Səbinə doğru deyir. Səbinə doğrudur. Səbinənin fikri doğrudur. Keçək Elxana. Elxan deyir ki, -A çıxaq B bərabərdir. Mənfi mötərizədə A çıxılsın B. Doğrudurmu? Xeyr. Elxan doğru demir. Biz baxın, elə mənfini mötərizə xaricinə çıxarsaq, mötərizə xaricinə çıxarmaq o deməkdir ki, baxın, hər iki hissədən, ədəddən -1-in, elə bil ki, -1-ə vurğunu mötərizə xaricinə çıxartmaq deməkdir. Birini yazmağın mənası yox deyə mənfini yazdıq. Mənfi adam mənfini çıxardığında nə qaldı? A qaldı. Mənfi B-dən mənfini çıxardığında nə qaldı? Müsbət B qaldı. Mənfi A üstə gəlsin B olmalı idi. O zaman bizim ifadəmiz doğru olardı. Elə baxın, buradan belə də yaza bilərdik. Biz toplamanı çıxma ilə əvəz edəndə necə yazırdıq? Çıxmanı toplama ilə əvəz edəndə mənfi A üstə gəlinsin mənfi B. Bu şəkildə də yazsaydı bizim ifadəmiz doğru olardı və buradan görərdik, yəni mənfini də yenidən də çıxartmaq olardı. Hər iki halda yenə də, yəni Elxanın fikri səhvdir, yanlışdır. Gəlin yerində qoyaq. A-nın yerinə 2 yazanda -2, B-nin yerinə 6 yazanda -6. Bərabər olurmu? Görək. Bərabəri hələ bu hissəni hesablayaq. Çünki bərabər olmayacaq onsuz da. -2 çıxılsın 6, -8 edir. Bax, bu hissə elədi -8. Digər hissə -A çıxılsın B, 2 çıxılsın 6. Nə edir? 2-dən 6 çıxanda neçə qalır? -4 qalır. Bu mənfini yazdıq. 2 çıxılsın 6-dan da -4 yazdıq. Neçə etdi? 2 dənə mənfi müsbətə çevrildi. Müsbət 4 oldu. Bu hissədə oldu 4. Baxaq, bu hissə -8-dir, bu hissə 4-dür. Deməli, bir-birinə həqiqətən də bərabər deyil. Elxanın fikri doğru deyilmiş. Keçdik Aynurun fikrinə.
Aynur da deyir ki, bax elə bayaq bu misalı, yazmışdıq. Mənfi A çıxılsın B. Baxın, mənfini mötərizə xaricinə çıxarıb A üstəgəlsin B. Bəli, Aynurun fikri doğrudur. Yerinə də yazaq. 2 və 6-nı mənfi 2 çıxaq 6 bərabərdir mənfi A üstəgəlsin B. 2 üstəgəlsin 6-ya bərabərdir. Baxırıq, mənfi 2 çıxaq 6. Bunu toplama ilə də əvəz edə bilərik. Mənfi 2 üstəgəlsin mənfi 6 nə edir? Mənfi 8 edir. Baxın, bu hissədir mənfi 8. Bu hissədə elə 2 üstə 6 gələndə 8 edir. Qabağında da mənfi var. Burada da mənfi 8 etdi. Deməli, bərabərliyimizin doğruluğunu da yoxladıq. Bu Aynurun da fikri doğrudur. Bu qaydaları hər dəfə test işlədikcə yadımızda saxlasaq, bizim üçün daha rahat olacaq. Baxın, bu doğru idi. Bir də bu ifadəmiz doğru idi. Elxanın dediyi fikir isə yanlışdır. Keçirik. Artıq 2 dənə məsələmiz var burada. 11 və 12-ci məsələlərin izahına. 11-ci məsələ nə deyir? Vulkan ocağı dəniz səviyyəsindən 3 kilometr dərinlikdədir. Onun zirvəsi isə dəniz səviyyəsindən 5 kilometr hündürlükdə. Dəniz səviyyəsi haradır? Baxırıq bura. Dəniz səviyyəsindən vulkan ocağı 3 kilometr dərinlikdədirsə, biz dəniz səviyyəsini neçə götürürdük? 0 götürürdük. Vulkan ocağı da 3 kilometr aşağıdadır. Baxın, bu sıfırdan. 3 kilometr sıfırdan aşağıdırsa, deməli, bunu şərt olaraq mənfi 3 götürməliyik. Mənfi 3 kilometr. Zirvə isə dəniz səviyyəsindən 5 kilometr hündürlükdədir. Zirvə haradır? Baxın, buradır. Bura isə nə qədər olacaq? 5 kilometr. Çünki sıfırdan da yüksəkdədir. Müsbət 5 olacaq. 5 kilometr. Bizdən istənilən nədir? Vulkan ocağının və vulkan zirvəsinin yerini mənfi və müsbət ədədlərlə ifadə edin. Artıq etmişik. Bəli, özümüz elə etdik. Biz bilik ki, dəniz səviyyəsindən aşağı mənfi, yuxarını isə müsbət götürürük. Vulkanın zirvəsi ilə vulkan ocağı arasındakı məsafə. Zirvəsi ilə, baxın, elə bil ki, bu hissəni soruşur, bizə sualın yerilən verir. Bura qədər 0 idi. 0-dan aşağı neçə kilometr gedir? 3 kilometr. Yuxarı 5. Yəni, yuxarıya qədər məsafə bura qədər 5-dir. Baxın, bu hissə 5-dir. Buradan aşağı isə 3-dür. Cəmi nə qədərdir? 5 üstə gəl 3 bərabərdir 8. Deməli, zirvə ilə ocaq arasındakı məsafə 8 kilometrdir. Cavabımız bu şəkildə. 12-ci məsələyə baxaq. Buz kamerasının temperaturu mənfi 16 Selsi dərəcədən mənfi 24 Selsi dərəcəyə qədər dəyişdirildi. Bu hissəni silək ki, rahat görək. Rəngi də dəyişək, biraz gözümüz yorulmasın. Buz kamerasının temperaturu mənfi 16 Selsi dərəcədən mənfi 24 Selsi dərəcəyə qədər dəyişdirildi. Buz kamerasının temperaturu artdı, yoxsa azaldı sizcə? Əyani şəkildə görürük ki, mənfi 16 böyükdür, yoxsa mənfi 24 böyükdür? Mənfi 16 böyükdür. Həm də mənfi 16 daha isti olacaq. Biri var 24 dərəcə şaxta. Mənfi 24 nə deməkdir? 0-dan 24 qədər uzaqlıqda. Daha soyuq. Mənfi 16 nisbətən onun daha necə deyim, mülayim temperatur. Yəni, mənfi 24-ü götürmək daha soyuq temperaturu götürmək deməkdir. Və 16-dan mənfi 24-ə dəyişirsə temperatur necə olur? Daha da azalır, daha da soyuyur, kiçilir. Yəni, burada aşağı düşür mənasındadır. İstilik olaraq götürdükdə istilik lap azalır deməkdir. Və ona görə mənfi 24 onsuz da biz bilirik ki, mənfi 16-dan kiçik rəqəmdir. Yəni, kiçik olmaqla yanaşı həm də temperaturun azalmasıdır, lap aşağı düşməsidir. Mənfi 24-də. Biz bilirik ki, ədəd oxunanda ədədlər soldan, yəni sağa doğru artır, sağdan sola doğru isə azalır. Bu, real həyatda tətbiq kimi götürəndə, yəni o ədəd oxunu riyaziyyatda öyrəniriksə, bu şəkildə buz və istilik temperatur məsələlərini görürük ki, əyani şəkildə həqiqətən real həyatda mənfi 24 həqiqətən mənfi 16-dan daha aşağıdır. Aşağı nə mənada? Yəni daha soyuqdur və kiçik. Temperatur daha aşağı düşür deməkdir. Temperatur azalacaq. Kameranın temperaturu nə qədər dəyişdi? Necə taparıq? Mənfi 24 çıxılsın, mənfi 16. Baxırıq ki, mənfi 24
Üstəgələk 16 edəcək -8. Deməli, kameranın temperaturu 8 dərəcə aşağı düşdü. -8. Yəni 8 dərəcə azaldı. -8 deməkdir ki, 8 dərəcə azalmaq. Müsbət 8 olsaydı 8 dərəcə artardı.